Salam, xoş gördük hörmətli və dəyərli izləyicilər. Hər zaman olduğu kimi yenə də mən hüquq müdafiəçisi Samir Zeynalov və hər zaman olduğu kimi qarşınızda olmaqdan sözsüz ki məmnunam. Bu ölkədə özünü şah, şahzadə sayan məmurlar var. Amma eyni zamanda bu şahlıq və şahzadəlik nədənsə xalqın problemlərinin həllinə xidmət etmir. Mən bu dəfə danışacağım Lənkəran rayonundan gələn şikayətlər üzrə. Və daha dəqiq kimdən? Soyadına uyğun olaraq özünü şahzadə sayan Lənkəran şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi, daha doğrusu arzu olunmaz rəisi Emin Şahzadədən. Niyə bu barədə danışmağı bugünkü gündə bir zərurət hesab edirəm? Ona görə ki, Lənkəran şəhərində ümumiyyətlə vəziyyət bu sarıdan çox acınacaqlıdır. Kommunal xidmət bərbad vəziyyətdədir. Və demək olar ki, ümumiyyətlə bu xidmətdən belə söhbət gedə bilməz. Və ilk növbədə Emin Şahzadənin vəzifə səlahiyyətlərinin icrası baxımından bir şəxsiyyətinə fokuslanaq. Deməli, internet informasiya resurslarında yayılmış məlumatlara əsasən sözgedən şəxs əvvəllər törətmiş olduğu cinayət əməlinə görə azadlıqdan məhrum edilib, barəsində ittiham-edici hökm çıxarılıb. Bu haqda məlumatlar eşitmişdim ki, bundan sonra bəraət alıb, amma bəraət alması haqqında heç bir məlumata mən rast gəlmədim. Və eyni zamanda başqa bir məlumata mən rast gəlirəm ki, sözü gedən şəxs 2023-cü ilin 13 noyabr tarixində hazırki tutduğu vəzifəsindən azad edilib və onun yerinə Rövşən Lətifov adlı şəxs gətirilir. Lakin nədənsə bu şəxs yenidən bu layiq olmadığı vəzifəsində qeyd olur. Və nəyə görə mən layiq olmadığı sözünü işlədirəm? Təbii ki, buna da qərəzsiz şəkildə aydınlıq gətirəcəm və sözsüz ki, buna da özümü boşluq hesab edirəm. İlk növbədə onu qeyd edək ki, hər kəsə məlum olan halların sübuta ehtiyacı yoxdur. Bugün hamımıza məlumdur ki, rayon icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən idarələr, şöbələr, ələhüstə mənzil istismar və kommunal idarələri hansı şəkildə fəaliyyət göstərirlər? Yəni, vətəndaş bu baxımdan hər hansısa bir irad bildirirsə, onun həqiqətə yaxın olma ehtimalı çox yüksəkdir. Çünki biz Azərbaycanda yaşayırıq və Azərbaycanda mövcud olan idarəçilikdən də, vəziyyətdən də, vətəndaşa olan arzu olunmaz xidmətdən də hamımız xəbərdarıq. Elə bir vətəndaş ola bilməz ki, elə bir sakin ola bilməz ki, yaşadığı ərazinin rayon icra hakimiyyətinin fəaliyyətindən, eyni zamanda da qeyd etdiyim kimi, mənzil istismar və kommunal idarəsinin fəaliyyətindən narazı qalmasın. Biz bu barədə dəfələrlə şikayətlər eşidirik və bunları müşahidə edirik, dilə gətiririk, tənqidi mövqelərimizi ortaya qoyuruq. Və bu Emin Şahzadə də Azərbaycanda yaşamasına istinad edərək bir sıra vətəndaşlara qarşı qeyri-etik hərəkətlərə yol verir. Vətəndaş bu şəxsdən tələb edir ki, öz vəzifələrinin icrasını vicdanlı şəkildə, keyfiyyətli şəkildə həyata keçirsin. Amma o əvəzində vətəndaşa qarşı müəyyən hədə-qorxular gəlir. Özünü qeyd etdiyim kimi, soyadına uyğun olaraq şah, şahzadə hesab edir və tutduğu vəzifədə sanki şahzadəlikdir. Kimlərdənsə miras qalıb. Və elə hesab edir ki, o bu vəzifədə hər zaman qalacaq və bu vəzifə onun üçün əbədidir. Xeyr, elə deyil. Haqqında iddialar səslənir. İddialar səslənir ki, bəli, Lənkəran şəhərində həqiqətən də vəziyyət acınacaqlıdır. Ələlxüsusda rayonun müəyyən kəndləri var və həmin kəndlərdən də biri Göyşaban kəndidir. Bu barədə narazılıqlar var. Amma Emin Şahzadə haqqında səsləndirilən iddialara münasibətdə vətəndaşı məmnun etmək istiqamətində lazımi tədbirlər görmək əvəzinə gedir 3-4 saytı gətirir
hansı ki mən onlara bir media qurumu da deməzdim, gətirir və özü haqqında müəyyən başlıqlarla müəyyən sərlövhəli bir köşə yazıları dərc etdirir və başlıqda da həmçinin belə qeyd olunur ki, Emin Şahzadənin haqqında səslənən iddialar öz əksini tapmadı. Görəsən, bu araşdırma hansı qurum tərəfindən belə aparıldı ki, vətəndaşın iddiası öz əksini tapmayıb? Hə? Görəsən, hansı qurum bunu araşdırdı? Bu necə mediadır? Əgər burada doğrudan da şəffaflıq, bir obyektivlik varsa, media belə bir başlıq dərc edə bilməz ki, bir dövlət məmurunun haqqında yayılmış, səsləndirilmiş məlumatlar öz əksini tapmayıb. Medianın işi nədən ibarətdir? Qərəzsiz olmaqdan və tərəfsiz olmaqdan ilk növbədə. Medianın əsas prinsipləri budur. Və hər üç tərəfin mövqeyi olduğu kimi işıqlandırılmalıdır, göstərilməlidir. Amma bir tərəfdən vətəndaşın müraciəti, onun şikayəti, həmin şikayətin əks olunduğu video material silinir, Emin Şahzadənin sifarişi əsasında ərsəyə gələn video material və saytda dərc edilmiş yazı isə saxlanılır. Ümumiyyətlə, saytda dərc edilmiş yazının mövcud məsələ ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bir tərifnamədir. Madam özünə bu qədər güvənirsən, ay Emin Şahzadə, ay özünü Şahzadə hesab edən kəs. Niyə özünün haqqında belə bir sərlövhəli köşə yazısının dərc etdirilməsinə, belə deyim, lüzum görürsən? Bu nə mediadır? Özünüzü niyə bu qədər ucuzlaşdırırsınız? Özünüzü niyə bu qədər ucuz şou ilə gündəmə gətirməyə çalışırsınız? Xidmətinizlə gündəmə gəlin. Vətəndaşa layiqli xidmətinizlə və diqqətinizlə gündəmə gəlin. Deyirsən, hər şey yalandır, hər şey iftiradır da, düzdürmü? Yaxşı. 11 avqust 2026-cı tarixli mən video reportajı sənə buradan çatdırıram. Qulaqlarını aç, yaxşı eşit. Sənin rəhbərlik etdiyin Mənzil Kommunal Təsərrüfat İdarəsinin fəaliyyətinin və eyni zamanda rayon icra hakimiyyətinin fəaliyyətsizliyinin nəticəsi göz qabağındadır. Səsləndirirəm, qulaq as. Dostlar, Lənkəranda zibil sistemi bax belə işləyir. Şəhərdən yığırlar zibilləri bax belə bir svalkaya və gün ərzində yandırırlar. Lənkəran rayonunun Göyşaban kəndində yerləşən zibil poligondayıq. Günün 24 saatı zibil yanır, qalxan tüstü və pis qoxu Göyşaban kəndi ilə yanaşı şəhərin özü və ətraf kəndləri, Girdəni, Verabul kəndləri, Ürgə kəndlərinin sakinlərinin haqlı narazılığına səbəb olub. Qeyd edək ki, bu ərazidə zibil poligonunu 1980-ci illərdə 5 hektar ərazidə salınmışdı. Yandırırlar, onun tüstüsü boğur biz. Nəfəs almaq olmuyor. Körpə uşaq. Bu həm sənin, həm də bu rayon icra hakimiyyətinin, yəni Talih Qaraşovun fəaliyyətsizliyinin nəticəsidir. Burada hər hansı bir yalan var, burada bir iftira var. Hə? Nəyə lazımsınız onda siz? Vətəndaş haqlı irad bildirsin, narazılıq bildirsin. Siz də bunu yalanlayasınız. Nədir bax burada yalan olan? Hər şey super vəziyyətlər Lənkəranda, hər şey əla vəziyyət. Özün 2023-cü ildə etiraf eləmişsən ki, bəli, rayon ərazisində zibil qutuları çatışmır. İnsanlar zibilləri ağaclardan asırdılar. Sənin vaxtında da, elə indi də. 3 illik interval var ortada. 3 il keçib aradan. Nə dəyişib? Ay Şəhzadə, nə dəyişib? Hə? Nə dəyişib? Sənə kim ixtiyar verir ki, vətəndaşı onun şikayətlərinə görə, iradlarına görə hədəliyəsən, hədə qorxu gələsən ona. Onu dəlixana ilə hədəliyəsən, elə xüsus. Nədir, əlinizə fürsət düşdü? Yetənə yetəsiz, yetməyənə daş atasız və onu dəli olmaqda suçlayasız, ittiham edəsiz. Sizin borcunuzdur vətəndaşa xidmət eləmək. Yığmısan ətrafına 2-3 özünə jurnalist deyən kəsi, 5-10 manata çalışan o kəsləri ona buna reşet deməklə məşğuldur. Vətəndaşa reşet deyir. Vətəndaş şikayətini bildirdiyinə görə vətəndaşa reşet deyir bunlar. Gör nə qədər özlərini tanınmaz həddə gəlib satıblar. Reçet özləri olduqları halda vətəndaşa reçet deyirlər. Heç nə demirəm, utanın, ölün, sadəcə yerə girin. Başqa heç nə. Yəni, belə şeylərin nümunəsi dünyanın heç bir yerində yoxdur. Özünüzlə bu iyrəncliyə görə, bu üfunətə görə, üfunətə bax, bura gəlir. Qürur duya bilərsiniz. Amma bu çox getməyəcək. Bunu da siz bilin. Diqqətinizə görə